Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme ati nufusana taqvaha ve zekkiha ente hayrun men zekkaha ente veliyyuha ve mevlaha. Babun mineşşirki el-isti'azetu bi gayrillah. Allah'tan başkasından istiaze etmeyin şirkten olması babı. Yani Allah'tan başkasına sığınmağın şirkten olması babı. Ve olduqca mühüm bir babdır bu. Müəllifin gətirdiyi yeni bir fəsildir. Yəni müəllif əvvəlki fəsillərdə olduğu kimi tövhidə zidd olan əməllərdən birisini gətirir. O da Allah'tan başkasına sığınmaqdır. Allah'tan başkasına sığınmaq. Müəllif dəlillərlə bəyan edir ki, Allah'tan başqasına sığınmaq şirkdir. Allah'tan başqasına sığınmaq şirkdir və ümumən tövhid onun ziddi olan şeylə bilinir. Tövhid onun ziddi olan şeylə bilinir. Tövhidin ziddi də nədir? Tövhidin ziddi də şirkdir. Ona görə də şirki və onun növlərini bilməsən, tövhidi yaxşı bilə bilməzsən. Şirki və onun növlərini bilməsən, tövhidi doğru, düzgün və yaxud yaxşı bilə bilməzsən. Çünki tövhid isbat və nəfi eyni zamanda Allaha iman və tağuta küfrü bir arada cəm edən bir anlayışdır. Tövhid budur. Yəni kim bu iki şeyi cəm edərsə, həm etiqadi, həm əməli olaraq isbat və nəfi, tövhiddə olan isbat və nəfi, bunu bilərsə, başa düşərsə, yəni eyni zamanda bu Allaha iman və tağuta küfr məsələsidir. Bu zaman tövhidi bilmiş olar. El-istiazatu. El-istiaza nədir? El-istiaza sığınmaq, qorunmaq deməkdir. Sığınmaq, qorunmaq. Və ya sığınma, qorunma, yəni sığınmağı, qorunmağı tələb etmək. Və bu məsələdə əsl olan odur ki, yəni Allaha, yəni müsəlmanın sığınması Allaha və Allahla olur. Müsəlman həmişə nədir? Allaha sığınır, Allahdan başqasına deyil. Çünki Allaha sığınmaq ibadətdir. Allah subhanahu teala sığınmaq ibadət növlərindən olan bir ibadətdir. Və sığınmaq da daima necə olur? İnsanın qorxduğu və təhlükə hiss etdiyi, yəni özünə qarşı zərərli kimi gördüyü hər bir şeydən, yəni kiməsə sığınmasıdır. Kiməsə sığınmasıdır. Yəni o sığındığı ilə, o sığındığı şeylə həmən o təhlükə gördüyü nədən ki qorxur, o şeylərdən, yəni qorunmasıdır. O şeylərdən qorunmasıdır. Məsələn, etiqad edəndə ki, hər bir təhlükəni, hər bir zərəri sovuşturmağa qadir olan yalnız Allahdır. İnsan bu etiqad edəndə ki, hər bir təhlükəni, hər bir zərəri hər zaman, hər an sovuşturmağa qadir olan yalnız Allah subhanahu teala'dır. Bu zaman nə olur? Bu zaman Allaha sığınırsan. Bu zaman Allaha sığınırsan. Yəni, nə deməkdir Allaha sığınırsan? Nə deməkdir? Yəni, zərər və təhlükədən qorunmaq üçün Allaha yönəlirsən. Nə ilə yönəlirsən Allaha? Necə yönəlirsən? Etiqadla, zikirlərlə və əməllərlə. Etiqadla, zikirlərlə və əməllərlə. Deməli, sığınmaq budur. Çünki müvahhid olan, müsəlman olan birisi bilir ki, bütün işlərin aqibəti və bütün hər şeyin, yəni taleyi Allahın əlindədir. İşləri tədbir edən yalnız Allahdır. Hər şeyi idarə edən Allahdır. Hər şeyə qadir olan yalnız Allahdır. Allah subhanahu teala bütün məxluqatın xaliqidirsə, deməli, nədir? Sığınmaq da yalnız ona olmalıdır. Sığınmaq da yalnız ona olmalıdır. Yəni, hər şeyə qadir olan Allah olduğuna görə sən mütləq Allaha sığınmalısan. Və Allah subhanahu teala bütün məxluqatın Rəbbi, xaliqi olması nə deməkdir? Yəni ki, onları bəsləyən odur. Yəni, onların həyatda qalması üçün zəruri olan şeyləri onlara yetirən Allah subhanahu teala'dır.
Rəbb nə deməkdir? Məxluqata, aleykümsalam, məxluqata həyatda qalmaları üçün onlara lazım olan bütün şeyləri yetirən Allah subhanahu ta'aladır. Yəni, bu Allahın rububiyyə xislətlərindəndir. Allahın Rəbb olma xislətlərindəndir. Allah subhanahu ta'ala murabbi deyilir Allaha. Murabbi yəni tərbiyə edən deməkdir. Nə demək tərbiyə edən? Yəni, qullarının qayğısına qalan, qullarını bəsləyən. Tərbiyə bu sözdəndir əslində. Biz tərbiyədən də məsələ çox vaxt ağıl vermək nəzərdə tuturuq. Xeyr, təkcə bu deyil. Allah biz deyirik tərbiyə verəndir. Murabbi yəni qullarını bəsləyən. Qullarını bəsləyən, yəni onların qayğısını çəkən və bəsləməyin, qayğısını, qullarını çəkməyin yollarından da birisi, növlərindən də birisi onlara zərər verən şeylərdən onları qorumaqdır. Onları zərər verən şeylərdən onları qorumaq. Bu, Allahın rububiyyə xislətlərindəndir. Çünki Allah subhanahu ta'ala xaliqiyyətinin, rububiyyətinin kamilliyidir bu. Allahın xaliqiyyətinin, rububiyyətinin kamilliyindəndir ki, əgər yoxdan xəlq edibsə məxluqatı, onları bəsləyir Allah subhanahu ta'ala. Onların qayğısına qalır. Necə ki, Allah ta'ala buyurur, "Fallahu xayrun hafiza və huve arhamur rahimin." Allah ən xeyirli qoruyandır və o, rəhm edənlərin ən rəhimlisidir. Allah ən xeyirli qoruyandır və rəhm edənlərin ən rəhimlisidir. Və belə olduqda, yəni Allahdan başqa kimə yönələcəksən ki? Allahdan başqa kimə sığınacaqsan? Kamil qüdrət və izzəti olan yalnız Allahdır. Kamil qüdrət və izzəti olan yalnız Allahdır. Ona görə kamil qüdrət və izzəti olmayana sığınmaq olmaz. Kamil qüdrət və izzəti olmayana sığınmaq olmaz. Və Allah subhanahu ta'alanın kamil qüdrəti və izzəti onun xilqət yaratmasında, rububiyyətində, xaliqiyyətində təcəlli etmişdir. Allah subhanahu ta'alanın kamil, yəni bütün məxluqat, yaradılış Allah subhanahu ta'alanın nədir? Kamil xaliqiyyətinin, rububiyyətinin təcəllisidir, əsəridir, əlamətidir. Ələ ləhul xalqu vəl əmru, təbarakallahu rabbul aləmin. Allah təala buyurur, xəlq etmək də, yaratmaq da ona aiddir. Aləmlərin Rəbbi olan Allah təbarakdır, mübarəkdir. Yəni, pakdır, nöqsanlardan uzaqdır. Yaradan odursa, ruzi verən odursa, aleykümsalam, və bəsləyən odursa, ol deyəndə ol sözü ilə hər şeyin olması onun sözü ilə olursa, rəzzaq odursa, deməli, bundan başqa artıq, bundan sonra sən kimə sığınacaqsan? Yəni, şüursuz məxluqata mı? Şüursuz, ağılsız, qəbirlərdən olan, daşlardan, ağaçlardan olan, yoxsa xəstələnəndə dərman axtaran və yaxud acanda yemək axtaran birisinə mi? Əli radiyallahu anhu məsələ. Acmırdı mı? Acanda yemək axtarmırdı mı? Abu Bakır Sıddıq, ümmətin ən xeyirlisi, evliyaların evliyası. Ömər ibn Xattab, Həsən, Hüseyin, Abdülqadir Əl-Ceylani olsun. Abidlərdən. Xəstələnmirdilərmi? Ac olmurdularmı? Olurdular. Belə olanda bu ehtiyaclarını ödəmək üçün nədir? Səbəblər axtarırdılar. Deməli, aciz idilər. Aciz olana da sığınılmaz. Aciz olana sığınılmaz. Yəni, hər şeyi qadir olan, kamil izzətə, qüdrətə malik olanı buraxıb aciz olana sığınmaq olarmı? Aciz olan. Necə ki, Allah təala vəsf edir və xuliqal insanu daifə. İnsan zəif olaraq xəlq edilib. Zəif olaraq xəlq edilib. İnsan möhtacdır daima. Necə ki, Allah təala buyurur, ya əyyuhən-nəs entumul fuqara'u ilallah. İnsanlar, sizlər Allaha möhtacsınız. Vallahu huvəl ğaniyyul hamid. Allah isə zəngindir. Yəni, nə deməkdir zəngindir burada? Ehtiyacsızdır və həm də layiqdir. Və həm də layiqdir. Və in yəmsəskəllahu bidurrin fələ kəşfə ləhu illəhu. Əgər sənə hər hansı bir pislik, zərər toxundursa, onu Allahdan başqa səndən heç kəs qaldıra bilməz. Yəni, sən özündən bu zərəri dəf edə bilməzsən. Deməli, sən özün mislində olan məxluqata sığına bilməzsən. Yalnız
məxluqatın xaliqinə sığınmalısan. Məxluqatın xaliqinə. Deməli, Allahın Rəbb olması, xaliq olması, raziq olması, müdəbbir olması, yəni işləri tədbir etməsi, işləri çevirib devirən olması etiqadı üzərindən Allaha ibadət edirik, Allaha dua edirik, ehtiyaclarımızı qarşılamaq üçün Allahdan istəyirik və Allaha sığınırıq. Bununla da Allaha özümüzə ilah götürmüş oluruq. Yəni əvvəla Allahın Rəbb olması, xaliq olması, raziq olması, müdəbbir olması, hər şey işləri tədbir etməsi etiqadı. Bu etiqad üzərindən biz başlayırıq Allaha ibadət etməyə, ona sığınmağa. Beləliklə də həmin o Allahı özümüzə ilah götürmüş oluruq. Deməli, Allahın Rəbb olması, xaliq olması, qoruyan olması, etiqadımızı yalnız ona ibadət etməyimiz, yalnız ona dua etməyimiz, yalnız ona sığınmağımızla təsdiqləmiş oluruq. Allahın Rəbb olmasını, hər şeyi qoruyan olmasını, hər şeyə təsirli olmasını, rəzzaq olmasını, işləri çevirib devirən olmasını nə ilə təsdiqləmiş oluruq? Yalnız ona dua etməyimizlə, yalnız ona yönəlməyimizlə və yalnız Allaha sığınmağımızla. Elə ki, Allahdan başqa ibadətlə yönəldikmi, Allahdan başqasına dua etdikmi, Allahdan başqasına sığındıqmı, bununla rububiyyə etiqadımızı dağıtmış oluruq. Rububiyyə etiqadımız, yəni Allahın xaliq, raziq, qadir olan, qoruyan olması etiqadımızı yalanlamış oluruq. Yalanlamış oluruq. Çünki əgər Allah doğrudan da sənə görə qoruyandısa, yoxdan var edəndirsə və məxluqatını bəsləyirsə, onlara ruzi verərək, onları təhlükəli şeydən qoruyaraq, o zaman niyə Allahdan başqasına sığınırsan? Niyə Allahdan başqasına yönəlirsən? Niyə Allahdan başqasına sığınırsan? Yəni, niyə ölülərə, qəbirlərə, daşlara, ağaclara, evlərə, ocaqlara, kümbəzlərə və s. kimi məxluqata, mələyə, cinnə, nə bilim, günəşə, aya, bu kimi şeylərə sığınırsan? Əgər sən etiqad edirsənsə, Allah Rəbbdir, yaradandır, yaradıbsa, məxluqatı başlı başına buraxmır, onları tərbiyə edir, yəni onların qayğısına qalır. Əgər bu etiqaddasansa, o zaman bu kimi məxluqata niyə yönəlirsən? Nəyə görə yönəlirsən? Və belə olduğu zaman, əgər yönəldinsə, artıq bundan sonra sənin dilinlə, yəni Allah mənim Rəbbimdir, yaradanımdır deməyin heç bir faydası yoxdur. Bundan sonra sənin deməyin ki, Allah raziqdir, xaliqdir, yaradandır, yoxdan var edəndir, icad edəndir. Bu sözün heç bir əhəmiyyəti qalmamış olur. Çünki sən bunu həqiqi əməllərlə isbatlamadın. Həqiqi əməllərlə, yəni əməllərinlə bunun həqiqətinə vara bilmədin. O da sənin hər bir şeydən qorunmaq üçün Allaha sığınmağın. Elə Allah Teala Qur'anda müşrikləri bu iki zidd olan bir şeyi araya gətirmə cəhdlərinə görə danlamamışdı mı? Bu iki zidd olan nədir? İnsan həm deməsi ki, mən Rəbbim Allahdır, yaradan Allahdır, öldürən, dirildən yalnız Allahdır, ruz verən yalnız Allahdır. Sonra məxluqata yönəlməsi, məxluqata dua etməsi, məxluqata sığınması. Yəni bu iki zidd olan bir şeyi bir araya gətirməkdir. Ona görə Allah Teala buyurur: "Qul men yarzuqukum mine's-semai vel-ard." De, göydən və yerdən sizə ruzi verən kimdir? Göydən və yerdən sizə ruzi çıxardan kimdir? وَمَنْ يُخْرِجُ الْحَيَّ وَمَنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ. Qulaqlara və gözlərə hakim olan kimdir? Hakim olan, hakim Allah. وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ. Ölüdən diri, diridən ölü çıxardan kimdir? Yəni yaradan, xaliq olan kimdir? وَمَنْ يُدَبِّرُ الْأَمْرِ. İşləri tədbir edən kimdir? Yəni bütün işlərin idarəsi kimin əlindədir? فَسَيَقُولُونَ اللّٰهِ. Deyəcəklər ki, Allah. Qul əfələ təttəqun. Allah Teala deyir, o zaman qorxmursunuzmu? O zaman qorxmursunuzmu Allaha yenə bundan sonra şərik qoşursunuz? Allahdan başqasına sığınırsınız? Şərin dəf edilməsi üçün Allahdan başqalarına sığınırsınız? Və yaxud Allahdan başqasına dua edirsiniz? Qul əfələ təttəqun. Qorxmursunuzmu? Yəni bu iki zidd olan bir anlayışı necə bir arada cəm etməyə çalışırsınız? Həm deməniz ki, Allah yaradır, öldürür, dirildir, ruzi verir, işləri tədbir edir. Bu bilginin, bu etiqadın əsər əlaməti sənin üzərində nədir?
Sənin üzərində olmalıdır ki, sən tamamilə özünü Allaha verməlisən. Səcdələrlə, dualarla, ibadətlə, sığınmaqla, təvəkküllə və s. İbadətin bütün növləri ilə. Deməli, Allah Subhanahu taala ruzi verən, malik olan, yaradan olan, öldürən, dirildən olan, işləri tədbir edən olduğu halda qorunulmağa, yəni özünə sığınılmağa layiq olan da yalnız odur. Özünə sığınılmağa layiq olan da yalnız odur. Yəni sən kimə sığınırsan? O şey içində məxluqdur ona. Sən məxluq olmayan xaliq olana sığınmalısan. Deməli, istiazə nə deməkdir? İstiazə sığınmaq deməkdir. Yəni, istiazə sığınmaq müsəlmanın onunla Allaha yaxınlaşdığı bir ibadətdir. Allah Subhanahu taalaya onunla yaxınlaşdığı ibadət növlərindən birisidir. İnsanın Allaha sığınması. Və istiazənin, sığınmağın ibadət olması iki yöndəndir. Birincisi, Allah və Rasulü bunu əmr edib, ikincisi tələbdir bu. Tələbdir, duadır, dua növlərindəndir. Deməli, nəyə görə istiazə, Allaha sığınmaq ibadətdir? Birincisi, çünki Allah bunu əmr edib. Allah Subhanahu taala bunu əmr edib. Yəni, əzəmətli iki dənə surə nazil edib Allah Subhanahu taala bunun şəni barədə. Və bu surələrə qoruyucu surələr deyilir. Hansı surələrdir? Fələq və Nas surələri. Qul əuzu bi rabbil fələq. De, sığınıram fələqin Rəbbinə. Sığınıram. Kimə? Allah Taala deyib, de. Yəni Allahın əmridir bu sığınmaq. Qul əuzu. Əuzu sığınıram deməkdir. Qul əuzu bi rabbil fələq. Fələq yəni sübh deməkdir, sübh çağında. Fələqin Rəbbinə sığınıram. Min şərri mə xaləq. Və sığınıram məxluqatın şərrindən. Kimə? Allaha. Mən Allahın yaratdığı bütün məxluqatın şərrindən Allaha sığınıram. Həmçinin Nas surəsində Qul əuzu bi rabbin nas. De, sığınıram insanların Rəbbinə. Məlikin nas. İnsanların məliki olan, hökmdarı olana sığınıram. Allah Subhanahu taala əmr edir sığınmağı. Deməli bu ibadətdir. Həmçinin Allah Taala deyir: "Və immə yənzə'annaka əş-şeytanu minən-nəzği və immə yənzə'annaka minəş-şeytani nəzğun fəstəiz billah. İnnehu huvəs-səmiul alim." Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, fəstəiz billah. Bundan qorunmaq üçün Allaha sığın. Həqiqətən Allah eşidəndir, biləndir. Və qul rabbi əuzu bikə min həməzətiş-şeyatin və əuzu bikə ən yahdurun. Allah Taala de: "Ey Rəbbi, şeytanın vəsvəsələrindən və şeytanın mənə doğru gəlməsindən sənə sığınıram." Şeytanın vəsvəsəsindən və şeytanın mənə gəlməsindən, mənə yaxınlaşmasından sənə sığınıram. Allah Taala sığınmağı əmr edir. Və həmçinin fəstəiz billahi innehu huvəs-səmiul basir. Allaha sığın, həqiqətən o eşidəndir, görəndir. Fikir ver sığınmaqla eşidən görən vəsfinin əlaqəsinə. O deməkdir ki, Allahdan qeyrisi, yəni kamil eşitmə və kamil görməyə sahib deyil. Sən mütləq hər şeyi, hər yerdə, həmişə görüb, eşidən, bilənə sığınmalısan. Bütün məxluqatın, yəni hər bir halını eyni anda bilən, eyni anda. Müəyyən məxluqatın işi, şəni, digər məxluqatın işi, şənindən Allahı yayındırmaz. Sən əgər bir nəfərdən məşğul olacaqsansa, eyni anda ikinci ilə məşğul ola bilməzsən. Elə deyilmi? Allah Subhanahu taala bütün məxluqatın eyni anda işlərini tədbir edəndir. Eyni anda bütün məxluqatın hacətlərini ödəyəndir. Belə bir Allaha Allah Subhanahu taala özü sığınmağı əmr edir. Deməli, Allah Subhanahu taala özünə sığınmağı əmr edir və əmr edirsə, deməli bu ibadətdir. Əmr edirsə bu əməl ibadətdir. Çünki Allah Subhanahu şəri dini olaraq ancaq sevdiyi şeyləri əmr edir. Şəri dini olaraq, ibadət olaraq ancaq Allah Subhanahu taala sevdiyi şeyləri əmr edir. Və Allah Subhanahu taala bunu sevir. Deməli ibadətdir. Və ibadətdirsə Allahdan başqasına yönəltmək şirkdir. Və Allah Subhanahu taalanın qulları üçün sevib əmr etdiyi şey nədir? Yəni əgər soruşsan ki, ibadət nədir? Necə ki İbn Teymiyyə tərifdə deyir ki, ismun cəmiun li kulli ma yuhibbuhu və yardahu min al-aqwali wal a'mali az-zahira wal batina. İbadət nədir? İbadət Allahın sevdiyi və razı qaldığı zahiri və batini
olan bütün söz və əməllərin ümumi adıdır. Allahın sevdiyi və razı qaldığı, zahiri və batini olan söz və əməllərin nədir? Bir adıdır. İbadət buna deyilir. O əməllər ki, Allah subhanahu ta'ala razıdır, sevir, sözdə olsun, əməllərdə olsun, zahirdə olsun, qəlbdə olsun, o ibadətdir. Deməli, Allaha sığınmaq da ibadətdir və ibadətdirsə dedik ki, onu Allahdan başqasına yönəltmək şirkdir. Bu birinci yöndən nəyə görə sığınmaq ibadətdir? Çünki Allah subhanahu ta'ala bunu əmr edib. İkincisi, sığınmağın ibadət olması, yəni izah edən ikinci hal, o da sığınmaqda nədir? Yəni qorunmaq, istiazə, bu bir növ tələbdir. Tələb. Yəni qorunmağı tələb etmək. Və bu duadır. Yəni tələb, istək bu duadır. Dua da ibadətdir. Allaha sığınmaq bir növ qorunmağı tələb etməkdir. İnsan niyə sığınır Allaha? Allahdan istədiyi, tələb etdiyi bir hal var, hacət var. Ona görə sığınır. Bu da duadır və ümumən bu fəsil dua barədə gələcək fəsillərin başlanğıcıdır. Allahdan başqasına dua etməyin şirk olması barədə gələn fəsillərin başlanğıcıdır bu fəsil. Çünki dua növləri var. İstiğasə, isti'anə, tələb, istək, sonra istişfə, yağış tələbi və s. dua. Bunlar hamısı duanın növlərindəndir. Hamısı duanın növlərindəndir. Və əl-istiğasə də, Allaha sığınmaq da duaya daxildir. Çünki duanın həqiqəti nədir? Duanın həqiqəti istək və tələbdir. Duanın həqiqəti istək və tələbdir. Və istiazədə Allaha sığınmaqda iki tərəf var. Bir batini tərəf var, bir zahiri tərəf var. Bir batini tərəf var, bir zahiri tərəf var. Yəni, zahirən insanın Allaha sığınmağı dilində istəməsi. Dili ilə Allaha sığınmağı istəməsi. Yəni qorunmağı və yaxud xilas olmağı insanın dua edərək və yaxud dili ilə istəməsi. Bu sığınmağın zahiri halıdır. Məsələn, insanın deməsi, ey Rəbbi, sənə sığınıram. Əuzu billah. Məsələn, hər hansı bir şər, təhlükə hiss etdinmi, nə deyirsən? Əuzu billah. Yəni, o şərdən, o təhlükədən Allaha sığınıram deməkdir. Və yaxud öz dilində Allahım sənə sığınıram. Yəni, bu şərdən, bu təhlükədən və s. sənə sığınıram. İkinci halı istiazənin batini tərəfidir. Bu əzəmətlidir. Batini tərəfi, qəlbdə. İnsanın qəlbi ilə Allaha sığınması, daxildə Allaha sığınması, yəni qəlbi ilə Allaha meyl etməsi, Allaha yönəlməsi, Allahla arxayın olması, hər hansı bir gördüyü, hiss etdiyi bütün təhlükələrdən qəlbi ilə Allaha sığınması. Bu, ən birinci olan vacibdir bu. Və şahid odur ki, sığınmaqda tələb var, istək var, dua var və yönəlmək var. Ona görə istiğasə nədir? Daha doğrusu istiazə, əl-istiazə, istiğasə yox, istiazə. Allaha sığınmaq bu ibadətdir. Və buna əsasən də dua barədə gələn bütün dəlillər eyni zamanda nədir? Allahdan başqasına sığınmağa aiddir. Yəni, Allahdan başqasına dua etməyin şirk olması barədə gələn Quranda bütün dəlillər Allahdan başqasına sığınmağın şirk olmasına dəlildir. Aydın oldu mu? O dəlillər ki, dua barədə gəlib Quranda, o dəlillər eyni zamanda istiazəyə də aiddir, sığınmağa da aiddir. Niyə? Çünki dedik ki, sığınmaq nədir? Duanın növlərindəndir. Çünki sığınmaqda tələb var. Duanın həqiqəti də nədir? Həqiqəti tələb və istəkdir. Deməli, müəllifin gətirdiyi babda, həmin bu fəsil, məqsəd də budur. Ona görə deyir ki, bəbun minəşşirki əl-istiazətu bi qeyrillah. Allahdan başqasına sığınmağın şirkdən olması babı. Yəni, şirkin növlərindən biri. Allahdan başqasına sığınmaq şirkin növlərindən birisidir. İnsanın Allahdan başqasına sığınması. Şirkin növlərindən birisidir. Sığınmaq eyni zamanda, yəni səndən qorxunu qaldıracaq hər hansı bir şeyə, nədir? Hər hansı bir kimsəyə tərəf yönəlməndir. Səndən qorxuyu qaldıracaq hər hansı bir nədir? Kimsəyə tərəf yönəlməndir. Qorxunun da nədir? Həm daxili, həm zahiri halı var. Qorxunun da həm daxili, həm
zahiri hissi olan hal var. İnsan ola bilər daxilən qorxusun nədənsə. Qəlbində bir qorxu hiss edəsən. Və zahirən hissi olaraq qorxu hiss edəsən. Və ümumən qorxu nə zaman olur? Sən yəni biləndə ki, sənin halın dəyişəcək və yaxud sənə zərər toxunduracaq hər hansı bir şey gözlənildikdə. O zaman insanda qorxu baş verir. Və sən biləndə ki, bütün yəni işlərə həqiqi mənada təsir edən yalnız Allahdır. Allahın izni olmadan heç bir yer üzündə zərər heç nəyə ola bilməz. Onda Allaha sığınmaqdan başqa bir çarən qalmır. Allaha sığınmaqdan başqa bir çarən qalmır. Allah Teala bunu vurğular. Kəllə lə vəzər. Allah Teala deyir ki, xeyr, o gün pənah yeri, sığınacaq yeri olmayacaq. İlə rabbikə yevmə izinil müstəqar. Sığınacaq yer yalnız yəni Rəbbin olacaq. Yəni o gün Rəbbindən başqasına üzründə duracaq bir yer yoxdur və Rəbbinə sığınılacaq bir hal yer də yoxdur. Deməli, ibadət olan istiazə nədir? Sığınanın qorxduğu şeydən əmin olması üçün qadir olana sığınmasıdır. Qadir olana sığınmasıdır. Bu da Allah Subhanahu Taala'dır. Və qadir olmayana sığınmaq bu artıq şirkdir. Qadir olmayana sığınmaq bu şirkdir. Və müəllifin də bunun isbatı üçün, yəni insanın özü kimi məxluqata və yaxud xaliq məxluq olan bir şeylərə sığınmağın şirk olmasını isbat etmək üçün 2 dəlil gətirir. Ayə və hədis. Yaxşı. Səni hər hansı bir sıxıntı və zərərdən qorumağa, layiq olana sığınmaq olarmı? Bu şirkdən sayılırmı? Hər hansı bir zərərdən səni məsələn qorumağa layiqdir. Qadirdir. Yoxsa ümumənmi sığınmaq heç bir halda olmaz Allah Subhanahu Taala'ya. Yəni əvvəla alimlər həmişə deyəndə ki, məsələ Allahdan başqasına sığınmaq olmaz, Allahdan başqasına dua etmək olmaz, Allahdan başqasına təvəkkül etmək olmaz. Bu nəyə görə qeyd edilir? Bu hətta başlanğıc olaraq yəni insan Allaha yönəlsin. Çünki biz nə dedik? Bütün işlərə həqiqi mənada təsir edən yalnız kimdir? Allah Subhanahu Taala'dır. Allah yoxdan icad edən, yoxdan var edən xaliqdirsə, yəni baş verən bütün hər şey kainatda onun izni ilə olur. Onun istəməsi, izni olmasa heç bir şey olan deyil. Deməli, bu ona görədir ki, hətta insan yəni Rəbbinə bağlansın başlanğıc olaraq. Yəni öz Rəbbinə sığınsın. Və bununla da artıq ibadət hasil olur. İnsanın Rəbbinə sığınanda, Rəbbinə yönələndə nədir? İbadət hasil olur. Ondan sonra eyb etməz artıq şəri qaydalar çərçivəsində, yəni icazəli olan şeyləri etmək. Ona görə elm əhli qeyd edirlər ki, istiazə, yəni sığınma məsələsində təfsilat var. Yəni əsl budur ki, Allahdan başqasına sığınmaq nədir? Şirkdir. Çünki Allaha sığınmaq ibadətdir və bu Allahın haqqıdır. İnsan daima Allaha sığınmalıdır. Lakin hərdən bu Allahdan başqasına sığınmaq böyük şirk ola bilər, hərdən kiçik şirk ola bilər və hərdən heç şirk olmaya bilər. Böyük şirk olur 4 halda. Bunu yadınızda saxlayın. Yəni nə zaman insanın Allahdan başqasına sığınması şirk olur? Böyük şirk. 4 halda. Birincisi, əgər Allahdan başqasına batinən sığınsa, batinən, qəlbində, qəlbi ilə Allahdan başqasına sığınsa, qəlbi ilə Allahdan başqasına sığınsa, Allahdan başqasına arxayın olsa, yəni qorunmaq üçün Allahdan başqasına qəlbində, daxilində sığınması insanın. Bu böyük şirkdir. Və fərqi yoxdur artıq bununla yanaşı zahirdə bir şey etdi yoxsa yox. Zahirdə sığındı yoxsa yox. Bunun artıq nədir? Bu böyük şirk olaraq qalır. Fərqi yoxdur, istər zahirən nədir? Sığındı yoxsa yox. Nə zaman Allahdan başqasına qəlbi ilə yönəldisə, sığındısa, o zaman bu nədir? Böyük şirkdir. İkincisi,
ölmüş birisinə zahirən sığınsa, ölmüş birisinə, ölən bir, kim olur olsun, peyğəmbər olsun, övliya olsun, ölüb getmiş, dünyasını dəyişmiş birisinə, nədir? Zahirən sığınmaq və istər bununla yanaşı qəlbində ona sığınsın, istər sığınmasın. Fərqi yoxdur. İstər qəlbində ona sığılsın, bağlansın, istər bağlanmasın, fərqi yoxdur. Bu da nədir? Böyük şirkdir. Yəni qəlbi ilə də bağlansa, həm zahirən, bu artıq zülmət üzərə zülmət, şirk üzərə şirkdir. Amma yox. Desə ki, mənim qəlbim Allahadır. Allaha sığınıram mən. Qəlbimdə Allahdan başqasına sığınmıram. Lakin ölmüş birisinə zahirdə, dilində sığınsa, desə ki, məsələ, ey imam filan kəs, ey seyyid, ey şeyxin məsələ, ölmüş birisinə, ey Əli, ey Hüseyin məsələ, sənə sığınıram. Artıq bu böyük şirkdir. Niyə? Çünki ölmüş birisinə zahirdə sığındı. Ölmüş birisinə zahirdə sığınmaq. Birinci nə idi? Qəlbən Allahdan başqasına sığınmaq. İkinci, ölmüş birisinə zahirdə sığınmaq. Burada qəlb qeydini artıq qoymuruq, çünki zahirdə sığınması böyük şirk olaraq yetərlidir. Ölmüş birisinə zahirən sığınmağı ifadə edən hər hansı bir cümlə işlətdirsə. Üçüncüsü, zahirən qeybdə olana sığınması. Zahirən qeybdə olana sığınması. İkinci, ölmüş olana sığınması. Üçüncü, ölü deyil. Amma qeybdədir. Nə deməkdir qeybdədir? Yəni bunu görmür, eşitmir, duymur. Yanında deyil, hazır deyil. Məsələ, bir dövlətdədir. Başqa bir dövlətdə olan hasta bir şeyxə, seyyidə, məsələ övliyaya deyir ki, sənə sığınıram filan xəstəlikdən. Ey şeyx, sənə sığınıram filan, məsələ, qəbir əzabından sənə sığınıram. Həmən şeyx diridir, mövcuddur. Lakin bu ona sığındı, qeybdədir. Bu artıq nə oldu? Böyük şirkdir. Bu, böyük şirkdir. Dördüncüsü, Allahdan başqasına, yalnız Allahın qadir olduğu şeydə sığınması. Allahdan başqasına, hətta diri olsa belə, ölü olmasa, qeybdə olmasa, hətta hazır olsa belə, lakin yalnız Allahın qadir olduğu bir şeydə ona sığınması. Məsələn, deməsi ki, ey filan kəs, ey seyyidim, ey imamım, ey şeyxim, qəbr əzabından sənə sığınıram. Cəhənnəm odundan sənə sığınıram. Qəbr əzabından qorumaq, cəhənnəm odundan qorumaq və yaxud deyir ki, öldürücü xəstəlikdən sənə sığınıram. Bu şeydən qorumaq kimin qüdrətindədir? Ha? Yalnız Allahın, tək Allahın qüdrətindədir. Başqa heç kimin, heç kəsin. Bu belə birisinə sığınanda Allahın qadir olmadığı şey artıq bu nədir? Bununla böyük şirkə düşmüş olur. Deməli, bu dörd halda Allahdan başqasına sığınmaq böyük şirk olmuş olur. Yəni, qəlbi ilə Allahdan başqasına sığınmaq, ölü olmuş birisinə sığınmaq, qeybdə olana sığınmaq və yəni Allahdan başqasına qadir olmadığı şeydə sığınmaq. Allahdan başqasının qadir olmadığı şeydə ona sığınmaq. İkinci qism, istiazə, sığınmağın kiçik şirk olması halı. Bu da iki halda baş verir. İki halda baş verir Allahdan başqa sığınmağın kiçik şirk olması. Birincisi, qəlbdə müəyyən dərəcədə meyil olanda, başqasına sığınmaq olanda. İkincisi, ləfsdə, zahirən Allahdan başqasını sözdə Allahla bərabərləşdirəndə. Sözdə sadəcə. Deməli, birinci, qəlbdə sığınmağın hər hansı bir şöbəsi olanda. Yəni, insan məsələ tamamilə Allaha sığınır. Və əsla Allahdan başqasına nə zahirən, nə batinən sığınmır. Amma ola bilər hərdən, hər hansı bir halda Allahdan başqasına nəsə sığınmaqdan bir şöbə, bir növ sıçradısa, bir şey aid oldusa, bununla artıq kiçik şirkə düşmüş olur. Allahdan başqasına insan qəlbi ilə sığınanda, hər hansı bir təhlükədən sovuşması üçün arxayın olanda Allahdan başqasına sığınanda bu kiçik şirk olmuş olur. Tam sığınmaq yox, sığınmağın müəyyən bir növü. Aydındırmı? İkinci hal, Allahdan başqasını zahiri ləfsdə, sadəcə ləfsdə Allahla bərabərləşdirəndə.
Məsələn, desə ki, Allaha və sənə sığınıram. Bu artıq kiçik şirkdir. O necə ki, Allah və sən istəsən sözündə olduğu kimi həmin qəbildəndir. Necə ki, məsələn, Allah Peyğəmbər bunu qadağan etmişdi. Birisinin deməsini ki, Allah və sən istəsən bu iş belə olar. Hətta Peyğəmbərə deyiləndə bunu qadağan etmişdi. Eləcə də Allaha və sənə sığınıram məsələ. Bu kimi bu qəbildən bir ləfzdə söz olsa, bu kiçik şirkə daxildir. Və yaxud Allah və sən mənim pənahımsan. Bu sadəcə zahirdə qəlbi ilə də bunu etiqad etsə bu böyük şirk olur. Amma sadəcə dildə bunu deməsi artıq nədir? Bu kiçik şirkdir. Və üçüncü qism o da Allahdan başqasına sığınmağın icazəli olma yoludur. İcazəli olma, caiz olma növüdür. Bu da bunun dabiti nədir? Hətta bu sığınmaq şirk olmasın deyə. Bunun dabiti zahirdə olmalıdır. Yəni batində yox. Sığınmaq sadəcə dildə, zahirdə olmalıdır. Yəni qəlb tamamilə Allaha sığınmalıdır. Tamamilə. Sən hətta zahirən dilində nəsə desən belə, məni qoru nə bilim nə, amma qəlbin tamamilə Allaha bağlanmalıdır, Allaha sığınmalısan. Deməli, birinci zahirdə olmalıdır. Yəni sadəcə zahirdə dilinə tələffüz olaraq, amma qəlbin tamamilə Allaha arxayın olmalıdır, Allaha sığınmalıdır. İkincisi, diri olana olmalıdır. Diri olana olmalıdır, ölüyə yox. Üçüncüsü, hazır olana olmalıdır, qeybdə olana yox. Və dördüncüsü, qadir olana olmalıdır. O şey ki, nədən ki sığınırsan, ona qadir olmalıdır. Yəni, aciz olana yox. Yəni, o şey ki, tamamilə yəni, edə bilər, onun qüdrətindədir. O zaman ona sığınıla bilər. Yəni, qorunmağı tələb etmək olar ondan. Sığınmaq burada məqsəd, yəni qorunmağı tələb etmək olar. Aydın oldu mu? İcazəli sığınmağın dabitləri. Zahirdə olmalıdır, qəlbdə olmamalıdır, diri olana olmalıdır, hazır olmalıdır, qeybdə olmamalıdır və qadir olduğu bir şey olmalıdır. Və qadir olduğu. Və bunun sünnədən dəlillərini götürək. Birincisi, İmam Əhmədin rəvayət etdiyi hədisdə Ayşə radiyallahu anhə deyir ki, Safiyyə, Peyğəmbər sallallahu əleyhi və səlləm zövcəsi, Peyğəmbər sallallahu əleyhi və səlləmə bir qab yemək göndərir və deyir ki, və Safiyyə yemək bişirmədə mahir birisi idi. Və mənim növbəmdə deyir göndərir, Peyğəmbər sallallahu əleyhi və səlləm mənim yanımda olanda və Ayşə radiyallahu anhə deyir ki, mən deyir cariyəni görəndə, qabı gətirəndə məni deyir titrətmə tutdu. Yəni o qədər deyir titrədim ki, hətta bu zahirdə deyir görsənirdi açıq aydın titrəməyim. Qısqanclıqdan yəni. Və nə edir? Gəlir, vurur Safiyyənin əlindən, yeməyi dağıdır, qabda qırılır. Və deyir, gördüm ki, Allah Resulü sallallahu əleyhi və səlləm üzündə qəzəbləndi. Peyğəmbər sallallahu əleyhi və səlləm qəzəbləndiyini üzündə gördüm. Və deyir, dedim ki, Əuzu bi Rasulillahi ən yəl'ənəli əl-yevm. Əuzu bi Rasulillahi ən yəl'ənənil yevm. Deyir, məni bu gün lənətlənməsindən, məni lənətləməsindən Allahın Rəsuluna sığınıram. Allahın Rəsuluna sığınıram. Nə deməkdir burada sığınıram? Yəni, məni lənətləməsin. Görür ki, Peyğəmbər sözümü qəzəblənib və deyir ki, birdən bu əməlimə görə birdən Allahın Rəsulü mənə lənət oxuyar və deyir ki, Rəsulullaha sığınıram. Kim məni lənətləməsin. Nə deməkdir mənası? Sanki bir növ tələb edirəm ki, ey Allahın Rəsulu, mənə lənət oxuma. Mənə lənət oxuma. Yəni bu, Peyğəmbər s.ə.v-in edə biləcəyi bir işdir. Elə deyilmi? Qəzəblənməsi, lənət oxuması edə biləcəyi bir işdir. Və yaxud lənət oxumaması edə biləcəyi bir işdir. Tələb edir ki, məni lənət etmə. Peyğəmbərin qadir olduğu bir şeydir və hazır duyduğu bir məsələdir. Ona görə burada deyir ki, Peyğəmbərə sığınıram. Mənası nədir? Ondan tələb edirəm ki, mənə lənət oxumasın. İkinci dəlil, İmam Müslimin rəvayət etdiyi hədisdə Əbu Məsud radiyallahu anhu qulunu döyür, bir nökəri olur, onu vurur və deyir ki, Əuzu billah, qulu deyir, Allaha sığınıram və döyməyə davam edir. Və bu arada Peyğəmbəri görür. Həmən nökər, həmən qul. Deyir ki, Əuzu bi Rasulillah. Allahın Rəsuluna sığınıram deyir. Mənası nədir?
Yəni ki, Allahın Rəsulu gəlsin, məni bunun əlindən qutarsın. Onda Əbu Məsud buraxır onu. Belə deyəndə. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm nədir? Bu işi bacarırdı mı? Yəni, əgər deyilsə ki, gəl filan səhabiyə əmr et ki, məsələ, filan işi etməsin. Bircə kəlmə bəs edir, elə deyilmi? Allah Rəsulü sallallahu əleyhi və səlləm deməsi ki, ey filan kəs, burax onu. Bircə kəlmə. Hətta nəinki gəlib kəlmə. Heç Peyğəmbər sallallahu əleyhi və səlləm görəndə belə artıq buraxdı. Yəni, Allah Rəsulü görəndə belə buraxdı. Demək ki, burada da Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında sağ olarkən qadir olduğu bir şeydə Peyğəmbərə sığınması. Üçüncü dəlil İmam Müslimdə Bənu Məxsum qəbiləsindən olan bir qadın oğurluq edir və Allah Rəsulü sallallahu əleyhi və səlləmə bu qaldırılır və Cabir radiyallahu anh deyir ki, fəəazə bi ummi sələmə. Deyir ki, həmin o qadın, kimin ki haqqında əlini kəsilməsi hökm verilmişdi, Ummu Sələməyə sığındı. Ummu Sələmə Peyğəmbər sallallahu əleyhi və səlləm zövcəsidir. O da Bənu Məxsum qəbiləsindən olduğuna görə deyir ki, Ummu Sələməyə sığındı. Nə deməkdir burada sığındı? Yəni istədi ki, Ummu Sələmə Peyğəmbərdən arasında şəfaətçi olsun Ummu Sələmə. Yəni Peyğəmbərdən tələb etsin ki, əlini kəsməsin o qadının, buraxsın. Ummu Sələmə qüdrətində olan bir şeydirmi Peyğəmbərdən istəməsi ki, ya Rasulullah bunu etmə? Yoxsa qadir olmadığı bir şeydirmi? Qadir olduğu bir şeydir. Ummu Sələmə gəlib deyə bilər ki, ey Allahın Rəsulu, filan qadının əlini kəsmə. Eşidir, görür, bilir, hazırdır və gəlib tələb edə bilər. Deməli, burada şahid yeri budur. Ummu Sələməyə sığındı. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Ləv kânət Fatimə bint Muhammedin laqatta'tu yadaha." Muhammedin qızı Fatimə olsa belə onun da əlini kəsərəm. Muhammedin qızı Fatimə belə oğurlamış olsaydı, onun da əlini kəsərdim. Yəni ki, hökm artıq tənfiz olunmalıdır. Hökm yerinə yetirilməlidir. Bu məsələdə şəfaət yoxdur. Dördüncü dəlil Buxari və Müslimdə Əbu Hüreyrədən Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Sətakunu fitanun." Deyir, fitnələr olacaq. "El-qaidu fiha xayrun minel-qaim." Bu fitnələr zamanı oturan ayaq üstə durandan daha xeyirlidir. Oturan ayaq üstə durandan daha xeyirlidir. "El-qaimu fiha xayrun minel-maşi." Ayaq üstə duran isə gedəndən daha xeyirlidir. "Vel-maşi fiha xayrun minel-sa'i." Gedən isə qaçandan daha xeyirlidir. "Və men yushrif laha təstəşrifu və men vəcədə məlcəən əv məazən fəlyəuz bihi." Kimdir o fitnələrə boylansa, artıq fitnə onu özünə cəlb edər. Fikir ver, əvvəldə Peyğəmbər s.ə.v necə bir qayda gətirdi? Yəni fitnəyə qarşı tamamilə hərəkətsiz ol demək istəyir. Sözünlə, əməlinlə tamamilə susqun ol. Fitnə oldu mu uzaq ol. Sonra deyir, kim fitnəyə boylanarsa, durmasıyla, getməsiylə, hərəkəti ilə fitnə özünə dert çəkər onu. Artıq fitnəyə düşər, cəlb edər. Sonra deyir ki, kim bir sığınacaq, bir qorunacaq yer taparsa, qorunsun, sığınsın. İşte fikir ver, kim bir sığınacaq yer taparsa, qorunacaq, pənahkar bir yer taparsa, ona sığınsın, qorunsun. Və bu dəlillərə əsasən, deməli nədir? Diri olan, ölü olmayan yəni, hazır olan, qeybdə olmayan, qadir olan, yəni o şeyə ki, o qadirdir. Dördüncü ən mühümü, qəlblə yox, sadəcə dillə. Sadəcə dillə sığınmaq olar. Sadəcə dillə bu olduqca mühüm qeyd, tələffüz olaraq, dil ucu yəni, dilində, qəlbində yox. Qəlbində qəti şəkildə Allaha sığınma. Sadəcə dilində olsun bu. Bunu niyə mühümdür? Çünki hətta bəzi elm əhli deyiblər ki, Allahdan başqasına sığınmaq məsələsi yoxdur. Belə bir şey yoxdur deyiblər. Caiz məsələsi. Allahdan başqasına sığınmaq şirkdir deyiblər. Niyə? Çünki bu qəlbə əməldir deyiblər. Qəlbi ilə insan Allahdan başqasına sığına bilməz. Lakin dəlillərə əsasən doğru odur ki, insan bu dediyimiz şərtlər, dabitlər üzərində qəlbi, yəni Allaha arxayın olaraq tam rahat qalarsa, bu şərtlərlə Allahdan başqasına sığınmaq, yəni icazəlidir, olar. Və sonra növbəti dərsdə bunun dəlillərini götürəcəyik inşallah. Düzünü Allah bilər. Və sallallahu alə nəbiyyina Muhammedin
və alə alihi və ashabihi ecmaîn.